Qeybətdən necə uzaqlaşmaq olar? Ümumiyyətlə, hər bir əməlin sonrasını düşünmək, aqibətin. Elə qeybət var ki, qətl kimidir. İnsan öldürmək qədər günahdır. Ailəyə bir dənə bir söz deyərsən, fitnə düşər, fəsad düşər, ailəni dağıdarsan yəni. Və yaxud da bir-birinin arasına qan düşər. Və yaxud da gizlin bir şey açarsan, o insan cəmaət içində məsələn də biabır olar və yaxud da çox sıxıntılı bir duruma düşər. Sən deyə bilərsən ki, bəlkə də mən düz deyirəm, daha səhv demirəm ki, xeyr. Sənin düz dediyin şey ailəni dağıdırsa o səhvdir. Düzün də düz yeri var. Hər dediyin doğru olmalıdır. Amma hər doğrunu demək doğru deyil. Hər söylədiyin haqq olmalıdır. Amma hər haqqı söyləməyə sənin haqqın yoxdur. Qul haqqında, yəni Qul haqqı. Çox böyük günahdır. Yəni bu şeyləri düşün, titrə, qorx qardaş, eləmə. Bil ki, sən savabları itirirsən, yandırırsan və yaxud da onun günahını alırsan. Qeybət nədir? Qeybət qiyabən, yəni sənin yanında olmadığı halda başqasının arxasıcan danışmandır. Əgər o adam sənin yanında olsa, sənin onun haqqında danışdığın pis sözlərdən sıxılacaq, pis olacaq. Bax, bu qeybətdir. Doğru desən də qeybətdir, yalan desən həm qeybətdir, həm iftiradır.